Qardaş soruşur ki, deməli, cim hərfi necə tələffüz olunur? Düzgün tələffüzü necədir? Çünki bəzən biz eşidirik ki, deməli, bu hərfə cim deyirlər. Düzgün necə səslənir? Əsil səslənməsi necədir? Bildiyimiz kimi, ilk öncə qeyd edim ki, cim hərfi ümumən ərəblərdə, yəni bir neçə səslə səslənir. Bəzi ölkələr, xüsusən də xarici ölkələri, körfəz ölkələri buna jim deyirlər, jim. Məsələn, əl-həccu. Hətta bəzi Quran-Kərim oxuyanlar belə baxırsan ki, məsələn, məscidlərin imamlardır falan deyirlər, əl-həccu əşhurun, əl-həccu. Bizim j, bilirik ki, bu ərəb əlifbasında j hərfi yoxdur. Misir tərəfdə isə, məsələn, buna q deyirlər, qaf kimi, q səsini verirlər. Bizim Azərbaycan tərəflərdə, bu Qafqazda isə buna cim deyirlər, cim, bizim c səsi. Lakin düzgün səslənmə Allahın izni və inayəti ilə İbnül Cəzərin dediyi kimi وَمِنْ وَسَطِهِ فَجِيمٌ شِينٌ يَا İbnül Cəzəri, Alləmə İbnül Cəzəri qiraət və təcvid elminin atalarından biri deyir ki, və dilin ortasından 3 hərfimiz çıxar. Cim, şin, yə. Cim, şin, yə. Və biz buna cim dedikdə görürük ki, bu hərf dilin ortasından çıxmır, əksinə dilin ucundan çıxır. Düzgün səslənmə isə cim, gə, ci, cu. Bizim Azərbaycan dilində olan c səsi. Eynilə bu cür düzgün səslənmədir. Əl-həcc, cə. Əuzu billahi minəşşeytanirracim. Ər-racim. Səhv səslənmə isə ər-racim, cim, c deyil, o cədir. Həmçinin eyni məxrəcdən digər 2 hərfdə çıxır. Hansı hərflərdir? Şin və yə hərfləridir. Allahu a'lə və a'ləm.